Her bir vatandaş öz vətəninə görə, öz millətinə görə, öz xalqına görə milli qürur hissi keçirir. Cəlilabad rayon mərkəzi xəstəxanasında son 4 ildə 4 direktor dəyişilsə də, bir neçə ildir adı çəkilən müəssisədə tibbi personalı formalaşdırmaq, ixtisası üzrə həkim təşkil etmək və ən əsası tibbi avadanlıqları təmin etmək əvəzinə təbib rəhbəri direktor vəzifəsini yeniləməklə məşğuldur. Cəlilabad rayon mərkəzi xəstəxanasında, eləcə də diaqnostika mərkəzində heç bir xidmət yeniliyə səbəb olmamışdır. Əksinə, sonuncu direktorun gəlişi istər tibbi xidmətin, istər inzibati sahədə öz vəzifəsini lazımi səviyyədə icra etmir. Dövlət tərəfindən verilən dərman preparatları Cəlilabad rayon mərkəzi xəstəxanasında yox dərəcəsindədir. Palatalar bərbad vəziyyətdə, sanitar boşağı, əl-üzüyən qurğuları bərbad vəziyyətdədir. Ümid edirik ki, çox sayılı şikayətlər əsasında təbib rəhbəri tədbir görəcəkdir.